Molla Nəsrəddin nağılı. Evlənmək istəyirəm. Bir gün Molla Nəsrəddin qazının huzuruna gəlib ərz elədi: "Ya qazı, mən çox zamanda arvadımı itirmişəm. Dul qalmışam. Özümə bir qulaq yoldaşı istəyirəm. Yəni arvad almaq istəyirəm. Gəlmişəm bu barədə mənə kömək edəsən." Qazı onu bir kənarda əyləşdirib olsun deyir. Bir qədər zaman keçir. Qazının huzuruna bir gözəl xanım daxil olur. Deyir: 2 ildir ki ərim vəfat eləyib. Dul qalmışam, ərə getmək istəyirəm. Qazı onu da bir yanda əyləşdirir. Olsun deyir. Birazdan daha 2 gözəl arvad gəlir. Onlar da ərə getməklərin söyləyirlər. Qazı soruşur: "Dünya malında nəyiz var?" Birinci arvad deyir: "Bir dəvam var. Hər işə yarayır." İkinci arvad deyir: "Bir inəyim var. Yaxşı süd verir." Üçüncü arvad deyir: "Mənim də bir böyük xurma bağım var. Öhdəsindən gələ bilmirəm. Ona görə də ərə getmək istəyirəm. Mənə kömək olsun." Qazı üzünü Mollaya tutub soruşdu: "Bu xanımların hansını almaq istəyirsən?" Molla bir qədər fikirləşəndən sonra utana-utana cavab verir: "Qazı sağ olsun. Sən buyurubsan ki, şəriət 4 kəbinli arvad almaq icazəsini verir. O cəhətdən istəyirəm dəvəyə minəm, inəyi yədəyimdə xurma bağına aparam." Səs: Mahrux Əfra.